Sizə nədən danışım? Təqribən 450 min manat dələduzluq yolu ilə pulu mənimsəyən və insanları özünü hüquqşünas kimi təqdim edən qadın bugün həbs olunub. Adı nədir? Səbiyyə Pənahəliyeva. Fotosunu gördünüz. Deməli, indiyə qədər 145 zərər çəkmiş şəxsin ümumilikdə 449.916 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib. Daha sonra isə bu puldan, yəni bu maddi ziyandan 381.529 manatının ödənilməsi hüquq mühafizə orqanları tərəfindən təmin olunub. Hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir və Daxili İşlər Nazirliyi belə bir elanda verib ki, Pənahəliyevanın qanunsuz əməllərindən zərər çəkən digər şəxslər də aidiyyatı üzrə istintaqa müraciət edə bilərlər. Deməli ki, məsələ bu bizim indi danışdığımız 450 min manatla kifayətlənməyəcək. Deməli ki, məbləğ daha da artacaq. Və bir daha buradan səslənmək istəyirəm ki, əziz insanlar, gözəl insanlar, 450 min manat demək olar ki, yarım milyon manatdır. Yəni, bu pulu necə verə bilirlər? Necə verə bilirsiniz TikTokda tanımadığınız bir insana? Ümumiyyətlə, TikTokda kifayət qədər dələduz var. Həkimi dələduz, kosmetologu, yalancı kosmetoloq, yalancı diş həkimləri, stomatoloqlar, yalancı cərrahlar, bədən şəkilləndirmə edənlər və üstə gəldi yalancı, bax belə hüquqşünaslar. Ona görə də pulunuzdan möhkəm yapışın ki, dələduzlar onu yeməsin və sonra da bax belə bir problemlə üz-üzə qalmayasınız. Bu qadına bir də baxın, sonra da nəticə çıxarın.